Hazırda biz Lənkəran şəhər stadionundan canlı reportaja başlamışıq. Xəzər Lənkəran öz meydanında Bakını qəbul edir. İlk görüşdə məğlub olan Xəzər Lənkəran ikinci oyunda ən azından həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Və Xəzər Lənkəran heyəti 30 Toni Doblas, 3 Vanderson Scardelli, 4 Alvaro Silva. Çox önəmli bir qarşılaşmadır çünki bu iki komanda Topaz Premier Liqasında demək olar ki, bu komandaların iddiası qalmayıb. Bakı hazırda ilk altılıqda qərarlaşıb. 5-ci pillədə də 35 xalı var və 25-30 metrlik məsafə var. Skarlatake'nin zərbəsi və Nurednovski. Küncdən zərbə olacaqmı? Bəli, küncdən zərbə təyin olunur. Saxlamaq olacaq. Elvin Məmmədov, Şoliç sol tərəfə baxır. Əziz Quliyev çox yaxşı açılıb. Top Əziz Quliyevdədir. Əziz Quliyev mərkəzə meyl edir. Əziz Quliyevin ötürməsi sağ tərəfə. Qapıya doğru zərbə və topun yanından keçir. Cavid Hüseynovun zərbəsi dəqiq alınmır. Real gol imkanı idi. Əziz Quliyev əla oynadı. Ötürməsin verdi və Cavid Hüseynovun zərbəsi dəqiq alınmır. Hüseynov mərkəzlə oynayır. Şoliç. Şoliç Əmir Quliyevi keçir. Aleksandr Şoliç. Şoliç hələ də topu özündə saxlayır. Qapıya tərəf baxır. Onun zərbəsi və top qapının yanından keçir. Todorov mərkəzə çəkilir. Sağcaqlı oynamaq olar. Todorov özü sağ tərəfə meyl edir. Todorov hələ də topu özündə saxlayıb. Radomir Todorov, Skarlatake. Vanderson önü bir qədər boşdur. Todorov. Skarlatake. İlk hissədə son hücum ola bilər bu. Elnur Abdullayev. Abdullayev zərbə indirmə imkanı axtarır və Nurednovski səhv yol verir və gol! Xəzər Lənkəran hesabı açır. Ağabalar Ramazanov ilk hissə əsas vaxtı əlavə olmuş. Birinci dəqiqədə gol vurur və Xəzər Lənkəran 1-0 hesabı ilə öndədir. Gözlənmədən Elnur Abdullayev qapıya doğru zərbə indirdi. Bu epizodda Bakının müdafiəçiləri ona mane olmadılar və təbii ki, Makedoniyalı qapıcı Nurednovskinin də səhvini qeyd etmək lazım idi. O topu düz önündə qaytardı. Topu tuta bilmədi və fürsətdə istifadə edən Ağabalar Ramazanov hesabı açır və formasını çıxardığı üçün təbii ki, hakim ona sarı vərəqə göstərir. Epizodun təkanı bir də əzilirik. Nurednovski topu əlində tuta bilmir və Ağabalar Ramazanov topu onun qapısından keçirir. Xəzər Lənkəran 1, Bakı 0 və düşünürəm ki, mərkəz xəttdən top oyuna daxil edən kimi artıq Elçin Məmmədov ilk hissənin final fitini səsləndirəcək. Yaşı var və həqiqətən də bugünkü qarşılaşmada çox fəaldır və bu fəallığı ilə artıq rəqib qapısına yol da tapa bilib. Mariusz Pena topladı. Şoliç qapıya doğru zərbə və top qapının yanından keçir. İlk hissədə Şoliç rəqib qapısına doğru zərbə indirmişdi və təxminən həmin zərbəyə bənzirdi. Bu dəfə də qeyri-dəqiq zərbə alınır. Doblas topu irəli vurur. Şəhriyar Əliyev. Agil Nəbiyev, Ağabalar Ramazanov topun arxasınca qaçır və Əziz Quliyev az qala səhv yol verəcəkdi. Son anda topu uzaqlaşdırmaq mümkün oldu. Qapıcı və müdafiəçi arasında anlaşılmazlıq və burada Bakı üçün hər şey yaxşı qutarır. Təkrarı bir də izləyirik. Əgər Nurednovski vaxtında topa müdaxilə etməsəydi, hətta top qapıdan da keçə bilərdi. Əziz Quliyev, Şoliç. Siyalmaz topu ələ keçirir Ağabalar Ramazanov. Ramazanov çox sürətlidir. Şoliç onun arxasını qaçır. Çox gözəl ötürmə, amma oyundan kənar vəziyyət Siyalmaz. Yan xət hakim bayrağını qaldırır və Siyalmazın oyundan kənar vəziyyətdə olduğunu bildirir. Epizodun təkanı bir daha izləyirik. Və həmin epizodda xət hakim bayrağını qaldırır. Cavid Hüseynov. Cavid Hüseynov yaxşı keçir bir rəqibini. Hüseynovun zərbəsi yaxşı alınmır. Elvin Məmmədov. Oyundan kənar vəziyyəti yox idi, amma bu cür vəziyyətdə istifadə edə bilmir Bakının kapitanı. Elnur Allahverdiyev, Əziz Quliyev qaydan pozur. Epizodun təkanı bir də izləyirik ki, Əziz Quliyev açıq-aşkar qaydanı pozmuşdu.
Elnur Allaverdiyev. Siyalmasını ötürməsi Ramazanov və bu epizodda Bakının qapısı Nureddin Özköy komandasını qolda xilas edir. Və daha sonra Horvata qarşı qayda pozulur. Ramazanov bu görüşün əsl qəhrəmanına çevrilə bilərdi. Təkrarı bir daha izləyirik. John Toşak'ın bir qədər əvvəl meydana buraxdığı siyalmasını ötürməsində boş futbolçu var. Bu Cavid Hüseynov da Elvin Məmmədov mərkəzə çəkilir. Cavid Hüseynov hazırda ondan top istəyir. Onun istiqamətində ötürmə. Cavid Hüseynov cərimə meydançasında da qapı qarşısına ötürmə. Tony Doblas və topa toxunan tapılmır. Elvin Məmmədov növbəti ötürmə. Qapı qarşısına Doblas. Vanderson küncdən zərbəni yerinə yetirir. Vanderson qapı qarşısına ötürmə. Müdafiəçilər yenə də diqqətli oynayırlar. Emir Quliyev qapıya doğru zərbə və gol! Xəzərlənkəran maçın 81-ci dəqiqəsində Bakının qapısına ikinci gol vurur. Bu hesab isə artıq Xəzərlənkaranı növbəti mərhələyə yüksəldəcək. Bakının futbolçuları tələsirlər, artıq topu meydan mərkəzinə gətirirlər. Xəzərlənkaran azarkeşləri, Xəzərlənkaran futbolçuları isə çox sevinirlər. Rahid Emir Quliyev komandanın kapitanı 81-ci dəqiqədə hesab arasındakı fərqi artırır. Təkrarı bir də izləyirik. Nə müdafiəçilər, nə də Nureddin Özköy bu epizodda topun qarşısını kəsə bilir. Yedən Elnur Abdullayev irəliyə doğru ötürmə Uğur Pamukdan. Siyalmaz topu qazanır. Siyalmaz cərimə meydançasına daxil olur. Siyalmaz Ağabalar Ramazanov zərbə mövqeyinə çıxır. Ramazanov amma Edemir Rodriguez keçmək mümkün olmur. Elnur Abdullayev, Rahid Emir Quliyev. Emir Quliyevin ötürməsi Uğur Pamuk, oyundan kənar vəziyyət yoxdur. 3'e 3 çıxır Xəzərlənkəran futbolçular. Pamukun ötürməsi Siyalmaz, Nureddin Özköy, Ramazanov və Edemir Rodriguez. Küncdən zərbə olacaq. Üçüncü qolu vurmaq artıq maçın taleyini də həll etmiyorlardı, amma Xəzərlənkəran futbolçular bu vəziyyətdə istifadə edə bilmirlər. Təkrarı bir də izləyirik. Sağmasının zərbəsi Nureddin Özköy ələ oynayır və daha sonra Edemir Rodriguez Ağabalar Ramazanovun fərqlənməsinə imkan verir. Və Bakının sonuncu hücumu ola bilər bu. İrəliyə doğru ötürmə. Horvat və belə ki Elçin Məmmədov maçın final fitini səsləndirir. Xəzərlənkaran Bakını cavab görüşündə 2-0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanır. Azərbaycan Kubokunun ilk finalçısı Xəzərlənkaran olur. İlk görüşdə 1-0 hesabı ilə məğlub olmuşdu. İkinci görüşdə isə rəqib qapısına 2 cavabsız top keçirir və ilk finalçı Xəzərlənkaran olur.